Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim cücələrə nə vaxt H vaksini vurulur, o haqda danışıb məlumat vermək istərdim və H vaksinini vurmaqdan öncə hansı iynələr vurulmalıdır, o haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, cücələr yəni çıxandan sonra 2 ayı tamam oldu. Yəni belə deyək də, 2 ayını keçdilər. Onlara H vaksini vurulmalıdır. Ancaq cücəlilər tez H vaksini vurmaq lazım deyil. Nəyə görə? Çünki bilirsiniz ki, H vaksini virus daşıyıcısıdır. Yəni o vurulandan sonra belə deyək də, cücələrə başqa viruslar toxunmur. Təbii ki, əgər cücələr sağlamdırsa. Yox, cücələrdə xəstəlik ola bilər. Siz də gətirib bu H vaksini vura bilərsiniz və bu bütün cücələri qıra bilər. Çünki bir çox abunəçilərim bu haqda yazmışdılar ki, məsələn, cücələrimiz yaxşı idi, H vaksini vurandan sonra başladılar qırılmağa. Təbii ki, bu ola bilər. Niyə? Çünki cücənizdə deməli xəstəlik var imiş. Ona görə də bu H vaksini vuranda o virusla xəstəlik qarışaraq bu cücələri qırıbdır. Ona görə əziz izləyicilər, bunu etməkdən əvvəl H vaksini yəni vurmaqdan öncə siz cücələri birincisi eləyirsiniz. Oksitetraskilin iynəsi 5%lik ondan alırsınız yarım qram, yəni 2 ayını keçmiş cücəlilərə. Yarım qramdan döş qəfəsinə vurursunuz 3 gün. Bir gün sağ tərəfinə, bir gün sol, bir də yenə 3-cü gün yenə sağ tərəfinə vurursunuz. Yarım qram, 5%lik yarım qram. Baytar sizə düzdür, 10 qramlıq, 10%lik də verə bilər. Ancaq 10%lik güclüdür. Böyük buynuzlu heyvanlardan ötəridir. Yəni o ziyan ola bilər. Yəni quzu üçün zaddır. O cücəni qıra bilər. Bəzi baytarlar düşünmədən verirlər. Ona görə əzizlə 5%liyini alırsınız və 2 ayını keçmiş cücələrə belə deyim, yarım qramdan 3 gün vurursunuz. Onu vurandan sonra bir 15 gün zat keçəndən sonra H vaksinini vurmaq olar. Nəyə görə? Çünki o oksitetraskilin iynəsi sağaldır, yəni xəstə cücəni sağaldır, əgər xəstəliyi varsa. 10-15 gün keçəndən sonra görürsünüz cücəlilə heç nə olmuşdur, onda rahat H vaksinini vura bilərsiniz. Və bunu vurandan sonra da, yəni həm oksitetraskilini hələ 10-15 gün keçəndən sonra belə deyək, H vaksinini vuranda da onlara çalışın vitaminli sular verin. Çünki immunitetləri biraz düşə bilər, yəni belə sozala bilərlər. Ona görə yemlərini güclü eləyin, şəkərli yem verin və sularında da belə deyək, vitaminli yemlər verin. Vitaminlər verin də, yəni çiktonikdir, supervitdir, intravitli sularında verin. Və oksitetraskil də əzizləyəcək 2 ayını keçəndən sonra 3 gün dalvadar vuranda da təbii ki, sularında, yemlərində oksitetraskilinin belə deyək də paraşoku var. Onu da qatıb verə bilərsiniz ki, daha da sağaltsın. Yəni suyuna qatıb misal üçün verirsiniz, içirlər, iynəsində vurursunuz, xəstə cücəni sağaldır. Əgər varsa xəstəlik, ola bilər ki, cücənizdə xəstəlik yoxdur. Ondan sonra trimerazin də qatıb verə bilərsiniz. Lap o, mən həmişə demişəm, 4 dərmanın qarışığı, oksitetraskilin, trimerazin, supervit və pravasiptol. Supervit də vitamindir da. Bunların 4-ünün qarışığını qatsız. Misal üçün 2 ay tamam olubdur, oksitetraskilin iynəsini 5%-liyini vurursunuz. Sularına da bu 4 qarışımı qatıb verirsiniz. Onu içirlər, o həm içini təmizləyir, sağaldır. İynə də həmçinin onun kimi əgər xəstəlik varsa, yəni bunu bir profilaktik olaraq verirsiniz. Beləcə cücəlilərə verirsiniz və vurursunuz. 15 gün keçəndən sonra, yəni 3 gün onu vurursunuz, plus indi sularında da bir 3-4 gündə sularında o dərmanları verirsiniz. Ondan sonra əziz izləyicilər, əgər bir belə deyim problem yoxdursa, H vaksinini yarım qramdan cücələrə vurursunuz, döş qəfəsinə. 2 ayını keçmiş cücələrə.
Ondan sonra da əziz izləyicilər, belə deyim, 3 ay keçəndən sonra, yəni 5 ayları tamam olanda bir də onda vurursunuz və 3 aydan bir vurursunuz. Çox adam deyir ki, ildə 2 dəfə, 6 aydan bir, məsəl üçün bir yaz başı, bir payızda. Mən 3 aydan bir vururam, heç biri də belə deyim, xəstələnmir. Ona görə sizə də məsləhətim odur ki, 3 aydan bir vurasınız cücələrə. Yəni cücəyə, toyuğa, hündüşkəyə zada 3 aydan bir vurasınız. Onda onlar belə deyim, bir çox xəstəlikdən qorunurlar. Hətta müəyyənlərində xəstəlik olanda, yağışlı hava zad olanda, bilirsiniz ki, yağışlı havada virus zad olur da. Kıkıldayır, biraz xırıldayır, ancaq heç də olmur. Yəni ölümlə zadla nəticələnmir. Ona görə əziz izləyicilər, bax beləcənə vurun. O H vaksinini 3 aydan bir. İnandırım sizə, ondan sonra heç bir cücənizdə, toyuğunuzda problem olmur. Çox adam o H vaksinindən qorxur, deyir, belədir, elədir, qırır, eləyir. Yox. Onun prosto düzgün vurulma qaydası var. Düzgün vursaz heç bir belə deyim, problem olmayacaqdır. Bax, belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Kənd heyvanlarına düzdür, vaxt eləyib videolar ata bilmirəm. Ancaq orada Lal Ördəklər TV-yə də videolar çəkib atacağam. Belə, sizdən də xahişim odur ki, kanalımıza abunə olun və baxdığınız videolara like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.